Bu gün hər kəsin diqqəti Pakistanın paytaxtına yönəlib. Hamı maraqla gözləyir. İslamabadda keçirilməsi nəzərdə tutulan ABŞ-İran danışıqları necə bitəcək? Görüşün baş tutması, gedişatı və nəticələri həm regionda, həm də dünyada yeni proseslərə rəvac verir. Trump İranı hədələməkdə davam edir. İranda vahid mövqe yoxdur. Tehranda 3 fərqli senari ilə hərəkət edən qüvvələr var. Bizim Zəngəzur layihəmiz isə yenidən dünyanın gündəminə gəlib. Dünyaca məşhur ekspertlər Zəngəzuru yeni dünya nizamının kilit nöqtəsi adlandırırlar. Bugün şahidi olduğumuz gələcək nəsillərin illər sonra tarix kitablarından oxuyacağı nəhəng hadisələrin pərdə arxasındakı böyük planın oyuncuları arasında Azərbaycan hansı rola malikdir? Bunu anlamaq üçün prosesləri ayrı-ayrı tendensiyalar şəklində yox, vahid sistem kimi nəzərdən keçirməliyik. Bu günlərdə mən internet televiziyalarının birində bir deputata sual verdim. Soruşdum ki, siz ABŞ-nin İranla savaşda qalib gəlmədiyini söyləyirsiniz. Amma heç düşünürsünüzmü ki, Ağ Evin müharibədən geri çəkilməsi bizim xarici siyasətimizin əsas prioritetlərindən olan Zəngəzur dəhlizinin aqibətinə təsiri necə olacaq? İran savaşı başlayandan mənim israrla gündəmə gətirdiyim bu suala bir cavab İrandan, bir cavab Moskvadan, bir cavab da ABŞ-dən gəlib. İranda Ehsam Müvahhedyan adlı bir ekspert var. Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır. Daha doğrusu özünün yox, İranın hakim dairələrinin mövqeyindən çıxış edir. O bildirib ki, İranın ABŞ-İsrail qarşıdurmasında qələbə qazanması, Türkiyənin Azərbaycanla ifadəsinə diqqət edin, saxta Zəngəzur dəhlizi vasitəsilə birləşmək planını qeyri-mümkün edəcək. Onun sözlərinə görə bu vəziyyət Qafqazda Türk dünyası layihəsinin əbədi olaraq iflasa uğramasına gətirib çıxara bilər. İranın üstünlük əldə etməsi təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiya məkanında güc balansını dəyişərək yeni geosiyasi arxitekturanın formalaşmasına səbəb olacaq. Bu, İran ekspertinin fikri idi. Moskvanın mövqeyini isə Rusiya Baş Nazirinin müavini Aleksey Overchuk TASS agentliyinə verdiyi müsahibədə ifadə etmişdi. O bildirmişdi ki, Trump yolu, yəni Zəngəzur dəhlizi layihəsi Türkmənçay müqaviləsi ilə Cənubi Qafqazda formalaşmış tarixi balansı pozur. Bu günlərdə mətbuata açıqlama verən Carnegie Mərkəzinin eksperti Thomas DeWall'ın sözlərinə görə isə Zəngəzur dəhlizinin bir layihə kimi taleyi əsasən ABŞ-İran qarşıdurmasının necə inkişaf edəcəyindən asılıdır. O bildirib ki, münaqişə uzandıqca alternativ ideyalarla çıxış edən ölkələrin fəallığı artacaq. Bu kontekstdə Rusiya və Gürcüstanın rolu xüsusilə diqqət çəkir. Ekspert qeyd edir ki, son dövrlərdə Bakı ilə Moskva arasında müşahidə olunan yaxınlaşma təsadüfi deyil. Eyni zamanda Gürcüstan regionun əsas tranzit qovşağı olaraq əhəmiyyətini qoruyur. Prezident İlham Əliyevin bu yaxınlarda Gürcüstana səfəri də bu baxımdan diqqətə layiq hesab olunur. DeWall'ın fikrincə, İranın Trump marşrutunun qarşısını almaq üçün müəyyən rıçaqları var. Lakin həlledici amil münaqişənin nəticəsi olacaq. Bu yanaşmaların heç biri əlbəttə təsadüfi deyil və əsas sual budur ki, ABŞ-İran savaşının nəticəsi necə olacaq? Bugün ABŞ prezidenti Donald Trump İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib. Aznews az xəbər verir ki, Trump İranla yaxşı bir razılaşma əldə etmək istədiyini və bu məqsədinə çatmaq üçün yetərincə vaxtının olduğunu vurğulayıb. Biz müharibəni tam udmuşuq.
Kaş siz bizim İranlılarla söhbətimizi eşidə biləydiniz, deyə ABŞ lideri qeyd edib. O əlavə edib ki, ABŞ öz hərbi gücünü tamamilə bərpa edib və atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha güclüdür. Stat: Biz atəşkəsdən gücümüzü yeniləmək üçün istifadə etdik. İran isə çox güman ki, az həcmdə öz güclərini yeniləyib. Eyni zamanda Trump ABŞ-ın yaxın şərqdəki müttəfiqlərinin NATO'dan daha yaxşı olduğunu diqqətə çatdırıb. ABŞ İran savaşı başlayandan mənim dönə-dönə vurğuladığım bir məqam var. O məqama dönərək bir daha təkrar etmək istəyirəm ki, ABŞ İrana qalib gəlmək üçün İraq müharibəsindən də, Venezuela əməliyyatından da tamamilə fərqli plan qurub. Rusiya-Ukrayna müharibəsində Kremlin məqsədi konkretdir. Putin Ukraynanın bəlli ərazilərini bayraq sancıb və Kiyevdən ərazi qoparmaq istəyir. ABŞ-nin İranın hər hansı ostanında gözü yoxdur. Trump istər hərbi əməliyyatla, istərsə də danışıqlarla proses yaratmaq istəyir və fakt yox, proses nəticəsində İran üzərində Birləşmiş Ştatların nüfuz dairəsini yaratmağa çalışır. Məsələnin məhz bu tərəfini görə bilməyənlər və ya görmək istəməyənlər Azərbaycan ictimaiyyətinə savaşla bağlı İran narrativləri daxil etmək üçün əldən ayaqdan getdilər. O cümlədən iddia etdilər ki, birinci raundda İslamabada gedən İran nümayəndələri ABŞ-dən təslim olmağı tələb edəcəklər. Mən isə tam əksini söyləyərək bildirirdim ki, ABŞ İranın elitasını, komandanlarını, arsenalını 40 gün ərzində ciddi bir şəkildə məhv edib, Tehranı həm Hürmüz boğazında, həm də digər vasitələrlə iqtisadi cəhətdən sıxacaq və kapitulyasiyaya məruz qoyacaq. İkinci raund ərəfəsində İran prezidenti Pezeşkiyanda parlament sədri Qalibafda açıq-açıq bəyan edirlər ki, ABŞ bizim təslimiyyətə imza atmağımızı gözləyir. İndi bütün obyektiv analitiklər üçün sual budur. İkinci raundda İran təslim aktı imzalayacaq ya yox. Amma bu sualın cavabı nə Ağ Evdədir, nə İslamabaddadır. Tehranda klerikal rejim parçalanıb. Dünənə qədər özünü İran sosiologiyasının bilicisi hesab edənlər andaman edirdilər ki, ABŞ-nin aviya zərbələri xalqı güya mollaların ətrafında birləşdirir. Rejim güya monolitdir, Hürmüzdə boğazı qapayaraq Tehran milyardlar qazanacaq. Ancaq gəlinən nöqtədə Tehranda bəsit öz üzvlərini meydanlara zorla doldurur. Hakim elitada isə savaşa münasibətdə 3 fərqli mövqe var. Pragmatik mövqeyə görə ABŞ-nin şərtlərini qəbul etmək, Ağ Evin tərəfdaşına çevrilmək və vaxtı ilə Qərbi Almaniyanın yürütdüyü siyasətə oxşar islahatları aparıb, İranın iqtisadi qüdrətini artırmaq lazımdır. İkinci müqavimət tərəfdarlarıdır və onlar əsasən Çin, Rusiya, Hindistan tərəfindən himayə olunurlar. Bu qrupun argumenti budur ki, prosesi ən azı noyabra qədər uzatmaq lazımdır. Trump'ın başı Amerikada seçkilərə qarışacaq. O zaman yaranan boşluqdan istifadə edib Ağ Evdən daha çox güzəş qopara bilərik. Nəhayət üçüncü və daha dərin qüvvə hər iki senaryo üzrə proseslərin gedişatını izləyən və çevrilişə hazırlaşan hərbiçilərdir. Bu qüvvə İran həm təslim olacağı, həm də müqavimət göstərərək daha çox zərbə alacağı halda hərəkətə keçə bilər. İndi fərz edək ki, sabah günorta Pakistanda ABŞ ilə bir sənəd imzalandı, axşam çevriliş baş verdi. Yaxud heç bir razılaşma olmadı, atəşkəs pozuldu, İrana zərbələr endirildi. Hər iki variantda məhz bu qüvvə üçün münbit şərait yaranır və onlar prosesi poza bilirlər. Elə Trump da görünür ki, bu yüzden vaxt problemi olmadığını deyir, kəşfiyyat xətti ilə İrandakı prosesləri nəzarətdə saxlamaq istəyir. Lakin bütün hallarda ABŞ bu savaşın uzanmasında
maraqlı deyil. Bütün bu olayların fonunda bir məsələ artıq aydındır. İslamabad danışıqlarının nəticəsindən asılı olmayaraq İran daxili xaosa yuvarlanır. Çünki Tehranda sistem parçalanıb, kənarda isə böyük güclərin maraqları və təzyiqləri var. Bu isə o deməkdir ki, Azərbaycan bu proseslərin kənarında qala bilməz. Əksinə, Zəngəzur dəhlizi ilə bağlı yenidən aktuallaşan müzakirələr göstərir ki, biz bu böyük planın mərkəzində yer alırıq. Sevindirici budur ki, biz son 200 ildə ilk dəfə yeni dünya nizamı quruculuğuna müstəqil, qalib, qətiyyətli dövlət kimi qoşuluruq. Ona görə də xahiş edirəm, qətiyyən pafos kimi qarşılamayın, qazanan Azərbaycan və Azərbaycanın böyüklüyünü təsəvvür edənlər olacaq. Bütün bu proseslərin fonunda Azərbaycanın çox böyük tarixi şansı yaranır və mən əminəm ki, bu şansdan biz çox ciddi şəkildə istifadə edə biləcəyik. Ona görə də heç kimin gözü başqa paytaxtlarda olmasın, İslamabadda da olmasın, Tehranda da olmasın, başqa yerlərdə də olmasın. Bakı Azərbaycanın həm də bütöv Azərbaycanın paytaxtıdır.